Allah subhanahu və teala Quranda deyir: "İnnə rəhmətəllahi qaribun minəl muhsinin." Allahın rəhməti muhsinlərə yaxındır. Açıq-aydın, sarih, möhkəm ayədir. Allahın rəhməti muhsinlərə yaxındır. Yəni, məna odur ki, Allahın rəhməti muhsinlərədir. Allahın rəhməti muhsinlərədir. İndi burada sual çıxır, muhsin kimlərdir? Cavab budur ki, iki sifəti özündə şamil edir. Bir, muhsin yəni ehsan sözündəndir. Allahı görmüş kimi ibadət edəsən, ehsan dərəcəsi. Necə ki, hədisdə varid olub. Sən Allahı görməsən də, o səni görür. Allahı görmüş kimi ibadət etmək ehsan mərtəbəsidir. Ən birinci bunu şamil edir. İki, onun qullarına ehsan etmək, bəndələrinə ehsan etmək. Nə deməkdir? Yəni, bütün nə kimi əlindən xeyr gəlirsə, insanlara ehsan edəsən. İnsanlara ehsan etmək, yaxşılıq etmək, xeyr etmək. Onlara can yandırmaq, onların xeyri üçün çalışmaq ehsanı şamil edir. Deməli, sən belə olsan, muhsinsən, düzdür? Allahın rəhməti də muhsinlərə yaxındır. İnnə rəhmətəllahi qaribun minəl muhsinin.